Salam, hər vaxtınız xeyir olsun dəyərli Zeolpet ailəsi. Uzun aradan sonra yenidən qarşınızdayıq. Ötən ilin yay fəslində Avropa çempionatı ilə sizlərlə bir yerdə olmuşduq. Avropa çempionatının oyunlarını sizlərə analiz eləməyə çalışmışdıq. Birlikdə şərh eləmişdik sizlərə. Uğurlu bir şərh də alınmışdı. Bütün oyunlar üzrə əla bir nəticələr vardı ki, həmin yenə də videolarımız YouTube kanalımızda qalır. Arxivimizdən keçib baxa bilərsiniz. İndi isə tarixdə ilk dəfə olaraq klublararası dünya çempionatı FIFA tərəfindən təşkil olunan bir kubokdur və bu dəfə klub sayılarını 32-yə qaldırıblar. Tarixdə ilk dəfə olaraq, bu arada onu xatırladım ki, klublararası dünya çempionatı 2000-ci ildən təşkil olunur. İlk dəfə belə bir konseptə keçid alıblar. İstədik ki, məhz bu konsepti boşa verməyək. Məsələn, yaydan çəkilişlərimizə başlayaq. Amma ötən ildən fərqlərimiz olacaq. Bu ilki konseptlərimiz tamamilə fərqlidir. Kontentlərimiz tamamilə fərqli olacaq. Qarşınızda növbəti verilişlərdə biz yeni qonaqlarımız da olacağıq. Yeni tam fərqli bir üslubda sizləri salamlayacağıq. Necə deyirlər, əlimizdən gələni sizlər üçün eləməyə çalışırıq. Sizlərdən də maksimum nə istəyərik? Like qoyub, kanala abunə olmanızı. Bu arada kanalımızın həm Telegram, həm TikTok, həm də YouTube kanal linklərimiz aşağıda qeyd olunacaq sizlər üçün və WhatsApp əlaqə nömrələrimiz də aşağıda ekranın alt hissəsində sizlər üçün qeyd olunub. Oradan bizimlə əlaqə saxlaya bilərsiniz. Maksimal sürətdə sizə cavab verməyə çalışacağıq. 7/24 personalımızda sizin qulluğunuzdayıq. Necə deyirlər? Lap restoran reklamına döndü bu. Gələk FIFA klublararası dünya çempionatına. Nədir bu və niyə var? Əvvəllər FIFA müəyyən qitələrin ən yaxşı komandaların, təbii ki, bura Asiya Çempionlar Liqası, Afrika Çempionlar Liqası, Amerika və Avropa üzrə qitənin ən yaxşılarını dəvət edirlər. Bir öz aralarında 3-5 oyunu oynayırdılar. Axırda kuboku verirdilər, birinə çıxıb gedirdi ki, keçən illərində Manchester City'dən söhbət gedir təbii ki, kuboku verib yola salmışdılar. Bu illərin FIFA fikirləşdi ki, neyniyək, neynəməyək? Bu millətin cibində yayda 3-5 manat amandı pul qalar, məhz o pulu nəsə bir yolla divjələyək. Məhz o bu diviz adamlar FIFA klublararası dünya çempionatını qaldırdılar, elədilər 32 komanda. Və yay boyunca iyun aylarında və hətta deyərdim ki, avqustun ortalarına qədər top liqaları yoxdur, top mərkəzi oyunları olmadığına görə hal-hazırda yayın mərkəzi oyunları və əsas diqqət mərkəzində olacaq bir çempionat deyə bilərik. Ötən ilki dünya çempionatlarına nəzər salsaq, gözləntilərin tam əksi olaraq heç zaman alt oyunlarla yadda qalan bir çempionat olmayıb. Amma bu dəfə tamam fərqli bir konseptə keçid alıblar. Görək bunun axırı bizlər üçün necə olacaq? Ümid edirəm ki, ən azından gözləntiləri verə biləcək bir çempionat olar. Avropa tərəfində çox narazılıqlar var. Ümumiyyətlə, bu çempionat haqqında heç də bir mənalı olaraq fikirlər yoxdur. İstər Avropada, istər digər qitə təmsilçilərində bu çempionatı tənqid edənlər çoxdur. Məsələn, Barcelona kimi bir komanda kənarda qalır, Liverpool kimi bir komanda kənarda qalır, Salzburg bura qatılır və yaxud da Porto bura qatılır. Juventus bu turnirə dəvət alır. Yəni, bu kimi amillər çempionata bir balaca qərəzli yanaşmağa məncə kifayət eləyir. Hətta bir balaca daha çox qərəzli yanaşmağa kifayət edir ki, bura dəvət alan komandalar kimlərdir? Bayern Münhen, Real Madrid, Porto, Juventus, Salzburg. Yəni, birbaşa olaraq Manchester City'nin özü birbaşa olaraq bet baronlarının dırnaq arası qəhrəmanları buradadır və bu da bizlərə əməli başlı çal oynasın, vur partlasın deməyə, gözləməyə əsas verir. Neysə, çox vaxtınızı almayaq. Başlayaq ilk oyunlarımızdan, yavaş-yavaş keçək oyunlarımıza görə başımıza nələr gətirirlər, nələr. İlk oyunumuz açılış oyunu El Cairo ilə Inter Miami arasında olacaq. Inter Miami Messi'nin belə deyək də komandası. Əslində Messi'ni burada görmək maraqlıdır. Təəssüf ki, Əl Nəsir yoxdur. Onlara bir qarşı durmasın yenidən Leo Messi, Cristiano Ronaldo qarşılaması görsəydi maraqlı olardı. Amma ən azından Leo Messi'nin komandasının növbəti üst mərhələlərə qədər irəliləyəcəyini arzu edirəm ki, bir Avropa komandalarından da yenidən Messi'ni eyni səhnədə görək. Eyni meydandasa da görək. Əl-Əhli Misir komandası bu dəfə nominal meydan sahibi olaraq Inter Miami'də qəbul edir. Bu arada bilirsiniz də bu oyunlar Amerika Birləşmiş Ştatlarında keçirilir və açılış oyunu olan Əl-Əhli Misir təmsilçisi, Inter Miami ABŞ təmsilçisi olacaq, yəni Amerika Birləşmiş Ştatları. Məhz oyun da Miami'də keçirilir. Hard Rock stadionunda olacaq oyun. Inter Miami nominal meydan sahibi Əl-Əhli olsa da Inter Miami doğma divarlarda, doğma azarkeşlər qarşısında meydana çıxır. Bu da birbaşa üstünlük verir. Təbii ki, Inter Miami təmsilçisinə oyun. Yerli vaxtla saat 20:00-da start götürəcək. Bakı vaxtı isə saat gecə 02
radələrində, yəni 0-2-0-0-da start götürəcək. Misir təmsilçisinin oyunlarını həm UEFA, daha doğrusu UEFA neymiş? Afrika Çempionlar Liqasından bilirik ki, Afrikanın köklü və tanınmış klublarından biridir. Inter Miami isə öz çapında yeni formalaşan, yeni maliyyə ilə üst sıralara oynayan, müəyyən qismdə artıq favorit hesab olunan komandalardan birinə çevrilir. Yəni köklü baxımına gedib dayansaq, Əl-Əhli təbii ki, bir balaca üstündür deyə bilərik burada. Oyunlara baxanda da eyni şeyə görə Əl-Əhli hal-hazırda qrafik üzrə baxsaq, son 6 oyunda 3 qələbə, 2 keçəcək, 1 bərabərlik, daha doğrusu məğlubiyyət əldə edib. Ümumi olaraq nəzər salsaq, ortalama 1.8 oyun başına qol vurma bir nisbəti var. İkisi gözlənisi 1.8-dir, amma qol buraxma nisbəti isə 0.67% arasında dəyişir. Uğurlu bir müdafiə xətti ilə seçilən komandalardan biridir. Möhkəm müdafiə, yəni uğurlu bir müdafiə qurmağı bacaran komandalardan biridir. Oyun tərzi olaraq da daha çox müdafiədən qurulan hücumlara meyillidir və əks hücumlarda daha çox oynamağı sevən komandalardan biridir. Ümumilikdə oyunlarına nəzər salsaq, bu komanda az qollu bir oyunları keçirir. Yəni bol qollu bir qarşılaşmalar izləmirik Əl-Hilalın oyunlarında, daha doğrusu Əl-Əhlinin oyunlarında. Taktikası da az öncə qeyd etdiyim kimi əks hücumlardan və birbaşa müdafiənin arxasını ötürmələrdən, uzun toplardan istifadə edən komandalardan biridir. Inter Miami tərəfindən nəzərə salsaq, son 6 oyunda 4 qələbə, 1 keçə və 1 məğlubiyyəti var bu komandanın. Qol vurması ilə, sürətli əks hücumları ilə və sürətli futbolu ilə, dinamik oyunu ilə seçilən komandalardan biridir Inter Miami. Və bu da məncə Afrika təmsilçisinə, Misir təmsilçisinə belə deyək də, oyunlarda Inter Miami üçün yerli komanda üçün, nominal meydan sahibi komanda üçün daha çox üstünlük verəcək, belə deyə bilərik ən azından. Inter Miami orta hesablı oyunlarda 2.67 qol vurma, yəni ikisi gözləntisi var, amma müdafiədə bir o qədər uğurlu deyə bilmərəm bu komanda üçün. Çünki ortalama hər bir oyunda 1.50 və 1.40 arasında qol buraxma kimi bir gözləntisi var. Və Inter Miami hücum futbolu ilə seçilən komandalardan biridir. Oyunların əksəriyyətinin 2-5 üstündə bitirən komandalardan biridir. Onu da qeyd edeyim. Messinin liderliyi və komandanı necə deyirlər, idarə etmə bacarığı ilə bir balaca da üstünlük keçir burada Inter Miami tərəfindən. Taktiki tərəfdən, düzülüş tərəfindən yanaşsaq oyuna, Əl-Hilalın 4-3 standart taktikası ilə meydana çıxacağını gözləyirəm burada. Komandada nəsə dəyişəcəyini gözləmirəm. Yeni baş məşqçi var, Jose Rivero komandanın baş məşqçisi və sıx müdafiə oynayan komanda baş məşqçilərdən biridir. Yəni müdafiə oyununa üstünlük verir, əks hücumlara daha çox üstünlük verən komandalardan biridir. Inter Miami isə yüksək pressing tətbiq edən və birinci zona futbolunu sevən komandalardan biridir. Leo Messi kimi bir oyuncu varsa zaten heyətində sənin müdafiədən oynayacağını heç kim də gözləmir. Muhammed Şerifi var ki, əsas oyunculardan biridir və qol silahlarından biridir Əl-Hilalın ki, mənə görə yəni Əl-Hilal tərəfdən qol mərcinə, yəni qol tərəfindən yanaşan olsa, Muhammed Şerifini məncə göz ardı eləməsin. Inter Miami'də isə təbii ki, Leo Messi, yəni bunu başqa cür deməyə ehtiyac yoxdur. Leo Messi olan yerdə başqa bir şeyə ehtiyac yoxdur. Yəni Suarez-də təbii ki, niyə də yox deyə bilərik Suarez üstündə. Və gələk ümumi. Oyunun ikisi gözləntisi briqalarda 0-2-dir. Onu xatırladım sizlərə. Inter Miami'nin hücum xəttinin əla olması, müdafiə xəttinin zəif olmasından dolayı və Əl-Hilalın Misir təmsilçisinin müdafiədən güclü çıxış eləməsi və əks hücumlarda qurmasından dolayı ki, əks taktikalarda oynayan iki komandanın balanslı bir oyun keçirməsini gözləyirəm əks əslində mən. Və bu balanslı oyun nəticəsində bu oyunun maksimalda 2-3 qol aralığı var mənə görə. Yəni 2-3 qol aralığında ilişib qalacaq. İkisi tərəfindən yanaşsaq, yenə deyirəm 0-2-1 ikisi gözləntisi var. Data tərəfindən bu oyuna çox da əmsallarla yanaşmaq istəmirəm. Bunun da əsas səbəbi çempionat ilk dəfə bu formatda keçirilir və bizləri hansı sürprizlər gözlədiyini bilmirik. Ona görə də ehtiyatlı olmalıyıq mütləq şəkildə. Data tərəfindən bir o qədər də yanaşmaq istəmirəm. Amma sırf data tərəfindən bu oyuna baxırıqsa, çıxan hesablar 1-1, 2-1 və 1-2 yönündədir. Onu xatırladım sizə. Ortaya atacağım tək hesab olar burada mənim tək mərc gözləntisi olar qol-qol. Yəni hər iki komandadan qol gözləyəcəyim oyunlardan biridir. Ümid edirəm ki, açılış oyunda da yanıltmazlar bizləri. Hər iki komandanın qolu mənim üçün kifayət eləyir burada. Keçirik növbəti qarşılaşmaya. Bayern Münhen öz meydanında da nominal meydan sahibi olaraq qeyd edirəm təbii ki bunları. Auckland City-ni qəbul edəcək. Bayern Münheni hər kəs tanıyır, izah eləməyə ehtiyac yoxdur. Son 6 oyun, 5 qələbə, 1 məğlubiyyəti var. Bayern Münhen çıxdığı hər bir oyunda minimum 3 qol vurma potensialı olan komandalardan biridir. Zaten burada əmsal tərəfindən də Bayern Münhenlə Auckland City-ni müqayisə eləməyə dəymir.
Onu da mən sizə nüans olaraq qeyd edeyim. Amma keçək Auckland City-yə, Yeni Zelandiya komandasıdır. Futbola xas olmayan bir ölkə, futbola xas olmayan, bizə tanış olmayan bir komandadır, onu deyim sizə. Son 6 oyun 4 qələbə, 2 keçəmə var bu komandada. Ortalama çıxdığı oyunlarda 1.5 gol vurma gözləntisi, 0.5 gol buraxma gözləntisi var bu komandanın. Müdafiə baxımından çox belə üstün bir müdafiə oynayan komandalardan biridir. Onu da sizlərə qeyd edeyim. Hücum baxımdansa topları sadəcə balanslı olaraq saxlama, ayağa pasları, rəqib müdafiə arxasına ötürmələri və cinah oyunlarını daha çox sevən komandalardan biridir. Aqressiv hücum təşkil edən bir komanda deyil. Əks hücumda daha yaxşı oynayır deyə bilərəm. Yeni Zelandiya komandası üçün də qapalı müdafiə avtomatik Bayern Münhen cinah hücumları, yəni kornerlər avtomatik burada artıq formalaşır. Bayern Münhen isə standart olaraq bildiyimiz Bayern Münhendir. Əksər hallarda topa nəzarət edən, sürətli hücumlar quran, rəqibi birinci artıq zonada sıxışdıran, rəqib cərimə mövqesində birbaşa pres edən komandalardan biridir. Yəni deməyə bir şey yoxdur. Bu arada Sané də artıq Qalatasarayla 3 illik rəsmi müqavilə imzalayıb. Buradan Cimbomları da təbrik edirəm. Azarkeşlərindən söhbət gedir təbii ki. Ümid edirəm ki, xeyirli uğurlu olar onlar üçün də. Auckland City tərəfindənsə oyuna yanaşırdıqda Bayern Münhenə qarşı açıq bir futbol gözləmirəm. Ehtiyatlı bir oyun gözləyirəm. Lime, Manik, Ryan de Vires kimi müdafiəçilərdən oluşan bir komandadır ki, bu komandanın hücum və müdafiəçi anlayışı deyə bir şey yoxdur. Hər bir oyunçu istənilən bir nöqtədə çıxış eləməyə bacaran komandalardan biridir. Ən azından qısa bir araşdırmamda bunları görmüşəm. Mən yanıla da bilərəm, təbii ki, onu qeyd edeyim sizlərə. Oyunun açıq-aşkar favoriti təbii ki Bayern Münhendir. Yəni burada da bir şey gözləmirəm. Bayern Münhen məncə Yeni Zelandiya komandasına qarşı divan tutar. 2-5-də Bayern Münhen qələbəsi gözləyirəm burada və bu 3 qolu mən Bayern Münhen özündən gözləyirəm. Amma burada mərc tərəfindən nəyə gedirəmsə, mərc tərəfindən tək yanaşacağım bir şey var. Bayern Münhen ilk hissədə kornerləri qalib gələr. Əmsal yoxdursa, alternativ mərcə yönəlirsə, Bayern Münhen rəqibə burada ən azı 2 top fərqlə qalib gələr. Ümid edirəm ki, Avropa təmsilçisi üzümüzü qara çıxarmaz. Və gəldik Paris Saint-Germain, Atletico de Madrid. Ən maraqlı qarşılaşma, turun ən maraqlı qarşılaşması və bəlkə də çempionatın ən maraqlı qarşılaşmalarından biri adlandıra bilərik bunu. Son Çempionlar Liqasını Interə əzə-əzə 5-0 qazanan, Interə hücum imkanı yaratmayan bir komanda, möhtəşəm bir komandadır həqiqətən də. Paris Saint-Germain. Yəni izah olunması bir şey yoxdur. Müdafiə xətti əla təşkil olundu bu komandanın. Hücum xətti xüsusi vurğulamağa ehtiyac yoxdur məncə. Hücum xəttini Dueni, Dembeleni, Xiçanı, yəni o gürcü oyunçunu məncə heç xüsusi vurğulanması bir komandadır belə deyək sizlərə. Standart bir düzülüşlə meydana çıxır. Topa sahib olmada, presdə, Interlə oyunda hər şeyi gördünüz. Bu komandanı izah eləməyə ehtiyac yoxdur. Atletico Madrid tərəfindən bu oyuna yanaşırıqsa, Atletico Madrid daha çox balanslı, həm müdafiəni, həm hücumu statistik orta ilə saxlayaraq, yəni ikinci zonada top saxlayaraq hücuma çıxmağı sevən komandalardan biridir. Amma görüşün açıq ara bir favoriti varsa, mən deyərdim ki, bu təbii ki, görüşün favoriti Paris Saint-Germain tərəfidir. Atletico Madriddən ehtiyatlı bir futbol gözləyəcəm. Sağ və sol cinahları istifadə eləməyi bacaran komandadır əslində Atletico Madrid, amma son mövsümdə daha çox hücuma mərkəzdən çıxmağı sevdiyini gördük. Əslində Diego Simeone'da bir taktiki dəyişiklik də var deyə bilərik bu qarşılaşma ilə bağlı. Paris Saint-Germain isə cinahları istifadə eləməyi, həm cinahları, həm də mərkəz xəttini istifadə eləməyi bacaran bir komandadır. Əslində də Xiça kimi bir cinah hücumçusu olan oyunçu komanda üçün niyə də istifadə eləməyəsən burada. 2-5-də bir qarşılıqlı qollar gözlədiyim oyunlardan biri də bu qarşılaşma dəyərləndirmək istəyən varsa, təbii ki, bu yöndə dəyərləndirə bilərlər. Amma data tərəfi burada bizə fərqli nəticələr çıxardır. Xüsusi oyunlar, bu oyunla bağlı data tərəfində qeydlərim var. Oyunla bağlı çıxan datalar, 3 data var burada birə-bir əmsallarla ki, bu birə-bir əmsalların ikisi məhz klublararası dünya çempionatında əvvəllər açılıb və oynanılıb. 2-1, 1-1 və 2-2 kimi bir seçimlər var bu qarşılaşma ilə bağlı. Məncə baxımdan seçim qol-qol olacaq. Çox uzun-uzadı danışmaq istəmirəm, çünki hər kəsin tanıdığı komandalardır. Boş-boşda danışıb vaxtınızı almaq istəmirəm. Keçirik Palmeiras Porto qarşılaşmasına. Braziliya komandası Palmeiras Braziliyanın köklü, tanınmış komandalarından biridir. Hər nə qədər Azərbaycanlı mərsevərlərə, futbol sevərlərə uzaq komanda, yəni yad komanda sayılsa belə. Porto tərəfindən isə məncə deməyə ehtiyac yoxdur. Portonu hər kəs tanıyır, hər kəs bilir. Bu komandaya az qarına gündə 3 dəfə demək olar ki, sezon daxilində mərc eləyirik biz. Palmeiras isə bayaq da qeyd elədiyim kimi oynamağı bacaran komandalardan biridir. Sözün əsl mənasında. Yəni bu mənim üçün hücum xətti var bu komandanın mənə görə. Yəni hər nə qədər də Braziliya komandalarını, ümumiyyətlə Serie A komandalarının Braziliya seriyasında söhbət gedir. Daha çox müdafiə meylli və yaxud da ki, mərkəzdə top saxlamağı
tanıyan, yəni belə tanıyırıq da bu komandalar açıq danışsaq, müdafiə həddindən artıq meyilli, mərkəzdə top saxlayır, boş-boş ötürmələrdən istifadə edir, əlinə düşən imkanları sağa-sola xərcləyir, amma bu nəzərə alsaq ki, qarşısındakı rəqib Portodur, bir Avropa təmsilçisidir və burada klub arası dünya çempionatdır. Məhz Palmeiras burada artıq Braziliyada alışılmışın dışına çıxmağa məcburdur. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Alışılmışın dışında, yəni taktiki dəyişiklik bu komandanın oyun planlarını poza bilər, amma rəqib üçün də analiz edilə bilməsi çətin komandalardan birinə çevrilə bilər, deyə bilərik ən azından. Hücum xətti, yenə deyirəm, sürətli hücum xəttinə malikdir. Ümumiyyətlə, Braziliyalıların sürətlə bağlı heç vaxt problem olmur. Zaten texniki və göstəriciləri, oyunda davamlılığı, dayanıqlığı ilə bağlı da məncə heç kimin şübhəsi yoxdur Braziliya təmsilçilərindən bağlı. Porto tərəfindənsə bu oyuna yanaşırıqsa, Portonun sıx müdafiəni qura bilən komandalardan biridir və əks hücumda oynamağı bacarır Porto tərəfi. Bunu da xüsusi vurğulamağa ehtiyac yoxdur məncə. Ortada bir oyun keçəcəyini gözləyirəm. Yəni daha çox hər iki komandanın get-gəllərindən ibarət bir oyun keçəcəyini gözləyirəm. Bu oyun bu arada onu da xatırladım ki, başı vaxtında saat 04:00-da olacaq. Ümumiyyətlə bu oyunların çox gecəyə salması, əslində Amerika ilə aramızda olan o saat fərqindən dolayıdır. Çünki Amerikada oyun 22:00-da olacaq, bizdə saat 04:00-da. Yəni, bu o qədər də çempionata Azərbaycanda futbol sevərlər üçün maraq azaldır və imkansızlaşdırır baxmağı. Gecə saat 5-də oturub futbola baxarlar. Cəmaət şirinçay yeyirsən, pivəni qoymuşsan qabağa və yaxud da çərəzi qoymuşsan qabağa, futbola baxsan. Nə bilim vallahi, görək də. Ən azından yaxşı olar inşallah. Dediyim kimi, ortada bir oyun gözləyirəm. Çox da belə get topun bir o qapıda, bir bu qapıda olacağını, get-gələ salacağını düşünmürəm bu oyunla bağlı açıq danışmağa qalsa. Ehtiyatlı bir oyun olarmı? Mənə görə Porto tərəfindən bu oyuna yanaşırıqsa, Porto ilk dəfədir ki, belə bir turnirə gəlir çıxır və ilk dəfədir ki, belə bir rəqiblərlə üzə gələcək. Ona görə də maksimum ehtiyatını qoruyub saxlamağa çalışacaq. Amma Palmeirasın hücum xəttinə üstünlük verməsi, cinah futbollarını sevməsi, Porto tərəfinin də həmçinin o hər nə qədər cinahdan oynamağı sevməsə, mərkəzdən oynamağı sevsə belə əks hücumlardan çıxacağını nəzərə alsaq, yəni bu oyun mənə görə açıq-aşkar bir korner oyunudur. Açıq-aşkar bir korner oyunudur. Və oyuna sırf hesab gözləntisi baxımından yanaşsam, mən Portodan qələbə gözləmirəm burada. Hər nə qədər Avropa təmsilçisi favorit sayılsa belə, mənə görə Palmeiras daha üstündür. Yəni sözün açığı. Bilmirəm, 2-1, 2-0, 1-1, yəni belə bir hesablar olar, Palmeirasın xeyrinə olar. Yəni Porto tərəfindən yanaşmaram bu oyuna. Əmsal imkan verərsə, Palmeirasın bir qolu. Yox, 1x-ini də dəyərləndirmək olar. Və yaxud da ki, yenə də qeyd edirəm, bu oyunda sırf belə yüksək əmsallara qaçsa, kornerlərdən dəyərləndirmək istəyirsə, mənə görə 8-5 korneri böyük ehtimalı açacaqlar. 8-5 kornerində də getmək olar. Və yaxud da alternativə qaçırıqsa qol-qol seçimdə dediyim kimi seçib istifadə edəcəyimiz seçimlərdən biri olar qol-qol seçimi. Gəldik Chelsea Los Angeles qarşılaşmasına, nominal meydan sahibi ingilislər olsa belə, təbii ki Los Angeles Amerika Birləşmiş Ştatları təmsilçisidir və doğma divarlarda olacağını nəzər almaq lazımdır bu oyunun mütləq şəraitdə. Chelsea-nin işini bir balaca çətinləşdirə bilər. Oyunun ikisi gözlənisi, bu arada onu xatırladım ki sizə 3-0-dır. Chelsea-dən, Zateganlardan rahat bir qələbə gözlənilir. Chelsea İngiltərə Premyer Liqasında uğurlu bir mövsüm oldu deyə bilərik Chelsea üçün. Konferans Liqasını qazandılar, İngiltərədə Çempionlar Liqasına vəsiqəni əldə elədilər və s. və əlavə kimi amillər var. Chelsea-də hər şey uğurlu şəkildə davam edir. Los Angeles tərəfində MLS-dən maraqlananlar, yəni Major Liqa ilə maraqlananlar bu komandanı az çox tanıyırlar və oyun stilinə bələddirlər. Chelsea-də nə olacağını və yaxud da Los Angeles-də nə olacağını. Los Angeles xətlər arasını qapadan, blokları qapadan komandalardan biridir. Sıx müdafiəyə çəkilir. Yəni qapandıqda bu komanda sıx şəkildə qapanır və açması bir o qədər də asan deyil rəqiblər üçün, onu qeyd edeyim. Əks hücumlara qurmağa çalışacaq mənim düşüncələrimə bu oyunu Los Angeles komandası. Oyun ərzində maksimum 2-3 epizoda girə bilərlər. Yəni düşünürəm Chelsea tərəfində. Chelsea isə topa sahib olub, sürətli hücuma çıxım, oyunun artıq maksimal tez bir zamanda oyundakı vəziyyəti həll edeyim, oyunun taleyini həll edeyim düşüncəsində olan komandadır və müdafiədə inanılmaz boşluqlar verən bir komandadır Chelsea. Yəni bunu da İngiltərə Premyer Liqasını izləyənlər və ümumiyyətlə Chelsea azərkeşlər yəqin ki, mən bu fikrimdən razılaşar. Komandanın qol vurma və qol buraxma kimi problemləri yoxdur. Vurduğu qədər də buraxmağı bacaran komandalardan biridir Chelsea. Hər nə qədər qəribə səslənsə belə 2-500 seçim olacaq burada. Yalnız 2-500 seçimlə gedərəm.
2-5 üstü kimin qollarından gözləyirəm? Təbii ki, Chelsea-nin özünün 2 qolu ilə boyun üstə gedəcəyini düşünürəm, amma Los Angeles tərəfində yaban atmaram. Los Angeleslərdən də məncə düşünürəm ki, 1 qol gələr ən azı burada, amma tək seçim olacaq. Oyun 2-5 üst ümumi oynayacaq. Yaxşı, belə deyək. Və Boca Juniors Benfica qarşılaşmasına keçid alırıq. Maraqlı oyun adlandıra bilərik. Bir tərəfdə Argentina, bir tərəfdə Portuqaliya. Hər nə qədər məsafə baxımından uzaq sayıla biləcək komandalar olsa belə, mənə görə Paris Saint-Germain Atletico Madrid oyundan sonra turun bəlkə də ikinci mərkəzi oyunu adlandıra bilərik bu qarşılaşmanı. Boca Juniors tərəfinə gəldikdə analizlərindən yanaşsaq ortalama 1.8 qol vurma nisbəti var bu komandanın. Oyunlarda ümumilikdə 1.0-da qol buraxma x-i gözləntisi var. Boca Juniors çox güclü hücum xəttinə malik olan komandalardan biridir. Müdafiəyə bir o qədər tək çəkilməyi sevmir. Rəqibi ön xəttdə qarşılamağı sevən komandalardan biridir. Rəqib hücumlarını birbaşa olaraq əks preslə boğmağı sevir bu komanda. Benfica tərəfdənsə ümumiyyətlə tanıdığımız komandadır, amma yenə də Benfica tərəfi bizdən inciməsin deyə qeyd eləyək. Benfica'da nə var, nə yox. Əks hücumları bacaran komandadır. Mərkəzdən rəqibin birbaşa olaraq müdafiəsinə ötürmələri, müdafiə arxasına ötürmələri sevən komandalardan biridir. Cinahları istifadə etməyə bacaran komandalardan biridir. Bu komandanın sadəcə sevmədiyim tərəflərindən biri həddindən artıq topa sahib olmağa çalışır. Bəzən bu yersiz top saxlamaq Benfica'nın bəlkə də oyunlarda problemlər yaşadır. Ümid edirəm ki, bu problemlər həll olar Benfica tərəfində. Qısa xülasə desək, mən Benfica tərəfini burada Boca Juniors-a qarşı açıq-aşkar heç bir halda favorit hesab eləmirəm. İkisi gözləntisi bu oyundan bağlı. Benfica tərəfində də əslində bir balaca. Yenə də Avropalılar, bilmirəm, bu bet baronları nə düşünür? Avropalıların demək olar ki, hər bir oyunda favorit görürlər. Niyə belə bir şeyə gediblər? Orası da ayrı bir məsələdir. Bəlkə də Avropa köhnə qitənin təmsilçilərini turnirin açıq-aşkar favorit hesab elədiklərindən və s. və axır. İkisi gözləntisi 1-1, 1-2-dir bu qarşılaşma ilə bağlı, amma mənə görə Boca Juniors burada yaban atlas komandalardan biri deyil. Mənə görə Boca Juniors məğlub olmayacaq da bu görüşlərdə. Mərz baxımdan dəyərləndirməyə qalsa, bu qarşılaşmanı nə kimi dəyərləndirmək olar? Mərz baxımdan yanaşsaq, mənə görə yenə deyirəm, Oklahoma City, Bayern Münhen və Benfica ilə Boca Juniorslu bir qrupda yer alır, C qrupunda və Boca Juniorsun burada hədəfi Bayern Münhendən sonra yəqin ki, ikinci yerdir. Düşünmürəm ki, Bayern Münhenlə bir yerdə birinci yerə mübarizə apararlar, amma yaşayıb görəcəyik, niyə də olmasın. Boca Juniorsun məğlub olacağını düşünmürəm. Yəni 1x seçimlə gedəcəyim oyunlardan biridir. Bu qarşılaşma mənim üçün. Dəyərləndirmək istəyən varsa 1x seçimini dəyərləndirə bilərlər bu qarşılaşmada. Ağlınıza batırsa təbii ki. Belə, davam eləyək, biz də keçək növbəti qarşılaşmamda. Növbəti qarşılaşmamız Fluminense Borussia Dortmund təmsilçisi, daha doğrusu Almaniya təmsilçisi arasında olacaq. Bir tərəfdə Braziliyalılar, bir tərəfdə Almanlar. Milli komandaların qisası. Niyə də olmasın, ola bilər. Oyuna bağlı xüsusi qeydlərim var. Data ilə bağlı çıxanlar var ki, Dortmundun birbaşa qələbəsini və 2 qolunu çıxartdığı oyunlardan biridir. Onu xüsusilə qeyd eləmək istəyirəm sizlərə. Bəlkə də Dortmundun 2 qolu mərc baxımından bu görüşün ən ideallarından biridir. Amma Dortmund qələbəsi də oynamaqdan... Əslində, fikrimcə Dortmundun qələbəsindən çox burada 2 qolunu çıxmaq daha məqsəd uyğundur. Bilmirəm, mənə görə hesab bayaq da qeyd elədim kimi 1-2, 2-3, yəni belə bir hesablar gözləyirəm. Hətta 0-2-yə qədər gedə biləcək şansı var. Amma Fluminense'nin qol vurma ilə bağlı heç bir problem yoxdur. Birisi də Juninho da oradadır. Juninho düzdür, bilmirəm orada oynayacaq, oynamayacaq. Bizim yerli mətbuatın biraz hey-heyləri üstündədir. Juninho Qarabağa qayıdacaq kimi xəbərlər də dərc eləyirlər. Nə bilim, qayıtmağını istəmirəm mən şəxsən. Bir Qarabağdakı kimi deyirəm ki, qayıtmağını istəmirəm. Fluminense çıxdığı oyunlarda ən az 2 qol vurmağı bacaran komandalardan biridir. 2.2 qol ortalaması ilə oynayır və çıxdığı oyunlarda 1.05 qol buraxma ortalaması var bu komandanın. Hücum xəttində kifayət qədər effektli oyunçulara malikdir. Rəqib hücumlarını ön xəttə qarşılamağı bacaran komandalardan biridir. Komandanın sağ və sol cinahları aktiv şəkildə fəaliyyət göstərir. Birbaşa olaraq üçlü ötürmələrdən istifadə edən komandalardan biridir. Müdafiə çox da qapanmır. Bu komanda onu qeyd edelim. Borussia Dortmund tərəfinə gəlincə isə Dortmundun analizi belə imkansızdır stildədir, belə deyək. Dortmund tərəfinin analiz tərəfi bir balaca çətindir. Mövsümü bərbad şəkildə keçirdilər Dortmundlular. Sonunda düzdür, biraz toparlandılar, amma yenə də o deyildi ən azından. Amma qol vurma ilə bağlı problemlər olmayan komandalardan biridir Borussia Dortmund. Onu ən azından qeyd edeyim sizlərə. Sadəcə
Burada bir məsələ var ki, Fluminense qarşısında Dortmundun bu qədər açıq-aşkar favorit göstərilməsi mənə bir balaca qəribə gəlir. Yəni bunu Braziliya komandasını adi bir bilmirəm, orta bir statistik komanda kimi də hesab eləmir əslində kontorlar burada. 2-5 üst ortaya ata bilərik. Gözlənti olaraq da ikisi gözlənti bu qarşılaşma ilə bağlı. Bəzi burjalarda 2-2-dir. Onu sizlərə indidən qeyd edim ki, bəzi burjalar bu qarşılaşma ilə 2-2 gözləyir, bəzilərində isə 1-2 kimi bir gözləntilər var bu oyundan bağlı. Hardasa razılaşmaq olar. Üst gözlədiyim oyunlardan biridir mənim üçün də. 2-5-də ortaya da verə bilərik. Amma yenə deyirəm, bu 2-5-də mən birbaşa olaraq Dortmundun özünün 2 qolu ilə gözləyirəm. Ona görə də mərc seçimin baxımından sadəcə və sadəcə Dortmundun 2 qolunu dəyərləndirərəm. Monterrey öz meydanda Interi qəbul edəcək. Tərtəmiz çıxan hesablardan biri var bununla bağlı. Bu oyunla bağlı onu qeyd edəcəm birazdan sizlər üçün. Amma gələk o Paris Saint-Germain qarşısında darmadağın olan Inter yeri baş məşqçi ilə burada necə çıxış edəcək? Monterrey Meksika təmsilçisi qarşısında necə oynayacaq? Meksika təmsilçisi ortalama 2.1 şansında gol vurmağı, 1.2 gol buraxmaq kimi ehtimallı olan komandalardan biridir. Yəni bunu belə deyim də, ortalama çıxdığı oyunlarda 2 gol vurmuq, 1 gol da buraxmağı sevən komandalardan biridir. Güclü hücum xəttinə malik olan komandalardan biridir və təcrübəli oyunçularla formalaşıb bu komanda. Sıx qapalı futbola bir o qədər də yaddır. Zaten bu komanda bir o qədər də qapanmağı uğurlu şəkildə eləyə bilmir əslində. Yəni qısa bir araşdırmadan təbii ki, oturub Meksika liqasını izləmirik. Konkret olaraq komanda haqqında daha dolğun məlumatlar verməyə çalışacağıq növbəti turlarda. Ən azından burada 1-2 qarşılaşmanı izləyə görək, hələ bizə nə göstərilir, nə sürpriz hazırlayıb FIFA burada. Inter tərəfini isə zaten tanıyırıq. Presdə oynamağı, rəqibi sıxmağı sevən komandalardan biridir. Amma çox yersiz müdafiə oynamağı sevən komandalardan biridir. Mən Interin nə hücumunu, nə ümumiyyətlə oyun stilini bəyənmirəm. Amma burada madam ki qarşımıza çıxıb analiz şəkildə qeyd edim ki, mən Interdən qələbə gözləyirəm. Hazırki vəziyyətdə Interin qələbə əmsalı var. 1.40 kimi bir qələbə əmsalı var. Dəyərləndirmək istəyənlər Interin qələbəsini də dəyərləndirə bilərlər. 2 qolunu əmsal verirsə 2 qolunu da dəyərləndirə bilərsiniz. Birbaşa olaraq oyundan mənim gözləntim Inter bu müdafiə ilə düşünürəm ki, ən azı 1 qol buraxar. İkisini də ən azı öz vurar. Yəni 1-2, 1-3 seçimlərini gözlədiyim oyunlardan biridir. Monterrey Inter qarşılaşması. Manchester City qarşılaşmasına keçid hallam. City-nin rəqibi də bilmirəm, bu yenə də Guardiola'nın komandasını bəxti gətirir də. Əndirabadi komandaları bu komandanın rəqibi kimi qarşısına çıxardırlar. Bilmirəm, görək ən azından o Çempionlar Liqası fiaskosundan sonra City burada nələr sərgiləyəcək, nə kimi oyunlardan çıxacaq da belə deyə ən azından. Manchester City Erik Haalanddan kimi bir hücum xəttinə malik bir komanda, Rodri kimi bir cinah futbolu olan komandalardan maksimal hücum futbolu gözləyirik təbii ki. Tanıdığımız komandadır. Qarşısındakı da kimdir? Wydad Casablanca, Mərakeş. Yəni, futbola bir o qədər də tanış bir komanda deyil. Mənim üçün də tanış komanda deyil. Bir çoxlar üçün tanış komanda deyil. Statistika tərəfdən bu komanda mən sadəcə deyə bilərəm ki, ortalama hər oyunda 1 gol vurma kimi bir nisbəti var. Hər ortalama oyunda 0.5 gol buraxma kimi bir gözləntisi olan komandalardan biridir. Əzmkar bir oyunçuları var bu komandanın. Əzmkar bir oyun stili ilə seçilir. Komanda geriyə düşsə belə ruhdan düşmürlər. Sona qədər mübarizə aparırlar. Rəqib hücumlarını mərkəzdən artıq boğmağa çalışan, əks hücumlardan hücumlarını əks hücum üzərində quran komandalardan biridir. City tərəfində zaten bilirik ki, belə tip komandalara qarşı birbaşa olaraq açıq-aşkar ya Allah futbol deyib 40-45 metr öndə oynayan bir komanda görəcəyik. Ən azından City-də ötənlikli City-dən əsər əlamət nəsə qalıbsa. Oyunun ikisi gözlənti nominal meydan sahibi Avropa təmsilçisi Manchester City-nin birbaşa olaraq qələbəsi üçün asılıb. 2-0 City təmsilçisindən bəzi burjalarda isə onu qeyd edim ki, 3-0 kimi bir İngiltərə təmsilçisindən, Manchester təmsilçisindən qələbə gözlənilir. Mən də razılaşıram burada, amma düşünmürəm ki, burada əmsal olsun. 1.20 yoxsa 1.10 civarında yəqin ki, City-yə qələbə bir əmsal olacaq. Bu arada mən bu videonu artıq oyunların başlamasına 3 gün qalmış əvvəldən çəkirəm. Ona görə də mən dediyim əmsallarda və müəyyən komandaların heyətlərində dəyişikliklər ola bilər, oyunçularda dəyişikliklər ola bilər. Onu əvvəlcədən qeyd edim sizlərə. Həm City, həm də bu Casablanca Mərakeş təmsilçisi hər nə qədər futbola yad bir komanda olsa belə mən City-dən burada tappatarab bir gol gözləmirəm. Yəni rəqibi əzməyə çalışmayacaq deyə düşünürəm ən azından burada. Ona görə də nə oynayaraq Manchester City hər ikisi kornerləri qazanar.
oynamaq istəyən varsa belə oynaya bilər və yaxud da ki, Manchester City ikincisə qələbə. Əmsal varsa, yoxsa Manchester City ikincisə daha çox qol var. Yəni belə seçimlərə gedirəm. Casablanca birincisə qapanacaq Cityyə qarşı. City ilk 20 dəqiqəni bir rəqibi tanımağa sərf eləsə, yerdə qalan 25 dəqiqəsində də rəqibin müdafiəsini yarmağa sərf eləsə, maksimum birincisə də 1 qol vursa belə, ikincisə də çıxıb ən azından 2 qol vuracaq. Yəni bu oyunun məncə taleyi ikincisə daha çox həll olunacaq, nəinki birincisə. Yəni bunu bir statistika kimi qeyd edim sizlərə. Və gəldi Real Madrid Əl-Hilal qarşılaşmasına. Turun mərkəzi qarşılaşmalarının olmasa belə maraqlı qarşılaşmalarından biri adlandıra bilərik. Real Madrid Əl-Hilal qarşılaşmasını. Əl-Hilal təbii ki, Avropanın seçmə oyuncularına, dünyanın ümumiyyətlə seçmə oyuncularına təşkil olan komandalardan biridir. Əl-Hilal maraqlı bir oyun gözləyir bizləri, ən azından belə deyə bilərəm bu qarşılaşmanın üçün. Real Madrid tərəfində yeni baş məşqçi Xabi Alonso rəhbərliyində ilk rəsmi qarşılaşmalarına çıxacaq. Maraqlıdır əslində, görək nə gözləyir bizləri. İki komandada hücum xətti ilə, müdafiə xətti ilə bağlı heç bir problem yoxdur. Komplekt komanda futbolunu bacaran komandalardan söhbət gedir. Oynamağı bacaran, əsl futbol oynamağı bacaran komandalardan söhbət gedir. Real Madrid ümumiyyətlə səhv eləmirəmsə 5 dəfə klublararası dünya çempionatını qazanan ən çox komandadır. 5 dəfə qazanıb və ən çox qazanan komandadır Real Madrid. Yəqin ki, titulu qorumaq üçün Çempionlar Liqasında 15 dəfə, Dünya Kubokunda 15 dəfə bu komanda 5-lərdən yapışıb. Görək 6-cı qismət olacaqmı Kral klubu üçün. İndiyə qədər ki, qarşılaşmalarda bu komanda səhv eləmirəmsə 2023-cü ildə yəni finalda 5-3 oynamışlar da, səhv eləmirəmsə orada bir ekstra time'da 5-3 oldu. Dəqiq yadımda deyil. Ekstra time'da mı yoxsa əsas vaxtda mı 90 dəqiqədə mi 5-3 oldu? Yəni bir bol qollu bir oyun gözləmişdik, görmüşdük, izlətmişdilər bizə. Bu iki tərəf də üz-üzə gəldiyi bir qarşılaşmada mən heç də kasad bir qol baxımından problemli bir komandalar deyil deyə az bir qol da gözləmirəm. 2-5-də ortaya veririk, amma bu 2-5-də necə veririk ortaya? Əmsalı varsa 2-5-də birbaşa dəyərləndirə və yaxud da Real Madridin özünün 2-5-də qələbəsini dəyərləndirmək olar. Amma mənim şəxsi fikrim və şəxsən bu oyunu oynasam mən kupona qoyarsamsa qol-qol 2-5 gözləyərəm. Yəni Real Madridin müdafiədə olan problemləri, Xabi Alonsonun yəqin ki bir yoxlamalar olacaq, bir test drive'lar aparacaq və o test drive'ların nəticəsində ən azından Əl-Hilalın hücum xəttində bir qol vuracağını düşünürəm. Və gəldik Salzburg tərəfinə. Bu ümumiyyətlə bayaq da mən bunu qeyd elədim. Bu Salzburgun ümumiyyətlə bu çempionatda nə işi var, nə üçün dəvət alıb, o ayrı bir məsələ. Bu komanda nəyinə görə bura dəvət alıb, o da ayrı bir məsələdir. Düşünürəm ki, mənə görə layiq deyil. Pauka komandası və ya da Pachuha adlanır. Meksika təmsilçisi ilə üzə gələcək, Avstriya təmsilçisi. Rəqib daha çox müdafiə qapalı, yəni özünə qapalı bir komandadır. Amma hücum qurduqda, nadir olsa belə hücum qurmağı sevən komandalardan biridir və hücum qurduqda da rəqiblər üçün əsl təhlükəyə və baş ağrıya çevirməyi bacaran komandalardan biridir. Oyun ərzində ən azı 2-3 dəfə epizoda girərsə, bir qol epizodu yaxalayarsa, o epizodlardan maksimal şəkildə istifadə eləməyi bacaran komandalardan biridir. Bununla bağlı da necə deyərlər, Avropa təmsilçisini, köhnə qitənin təmsilçisini bir xəbərdarlıq siqnalı artıq ötürmüş olaq biz buradan. Hər nə qədər diqqət alacaqlar, orası da ayrı bir məsələ. Salzburg isə ötən il bərbad idi, çempionatda bərbad idi. Çempionlar Liqasının ümumiyyətlə danışmağa dəyməz. Komandanın qol buraxma yönündə ciddi problemləri var. Müdafiə xətti düzgün fəaliyyət göstərmir bu komandanı. Rəqib cinah futbollarını sevir. Salzburgun cinah oyunçuları və cinah müdafiəçiləri ümumiyyətlə çox zəif çıxış edir son oyunlarda. Bilmirəm, son bu bir ayda nəsə dəyişəcəkmi komanda, ümumiyyətlə dəyişibmi deyə. Mənim burada gözləntim nə olar? Hər iki komandanın bir-birinə vuracağı qol. Yəni burada mən başqa da bir şey axtarmaram. İki komanda da sadə şəkildə çıxarlar meydana, hərəsi bir-birinə ən azı bir qol atar. Və düşünürəm ki, oyunda elə başa çatar. Oyunla bağlı da mən burada qeydlərimi aparmışam. Bilmirəm, şəxsən mənim gözləntim yenə deyirəm, bu oyunla bağlı ya 1-1-dir, ya 2-2-dir. Yəni belə bir hesab. Qol-qol tək seçimim olacaq, başqa da bir seçim axtarmaram burada. Və gəldi birinci turun son qarşılaşması. Əl-Əlin öz meydanında Juventusu qəbul edəcək. Nominal olaraq təbii ki, Birləşmiş Ərəb Əmirlikləri təmsilçisidir Əl-Əlin və bu komanda son illərdə əməli başlı yaxşı mənada dəyişməyə bacarıb, formalaşmağı bacarıb, inkişaf elətdirib özün. Çıxdığı oyunlarda ən az 2 qol vurmağı bacaran komandalardan biridir Əl-Əlin.
Son Çempionlar Liqasında da əla bir çıxış sərgiləmişdilər. Juventusda da komanda yavaş-yavaş düzəlir. O qoca Signora keçmiş əzəmətli dövrünə yavaş-yavaş qayıdır. Ən azından mövsüm belə bizə bunu göstərdi. Amma təbii ki, əl-əlin qarşısında açıq-aşkar favoritdir Juventus. Yəni bunu məncə heç kimə bir şübhə yaratmaz və yaxud da ki, heç kimdə bir sual doğurmaz ki, niyə görə də Juventus burada favorit olmalıdır. Bol qollu bir qarşılaşma gözləyərəmmi burada? Əslində o qədər də Juventusa 1.20 civarında bir əmsal açıblar. Bol qollu bir oyun mənə görə o qədər də rahat olmayacaq burada. Yəni Juventusun ən azı 2 qol ilə bu oyuna üst fikirləşənlər varsa, yəni Bolşe fikirləşənlər varsa, mənə görə Juventusun 2 qolundan Bolşe gəlməlidir burada. Yəni tək tərəfli Bolşe gələcəyini düşünmürəm. Juventusun da 2 qoldan artıq vurmayacağını da nəzərə alsaq, ona görə də əl-əlin qol vurmaq məcburiyyətindədir. Burada nəyə gedərəm mən? Juventus birincisi kornerləri mənə görə qalib gələr. Mən seçimdən bunu dəyərləndirərəm. Ekstra nəyə dəyərləndirmək olar burada? Juventusun topaz oynayanlar bu seçimi mərc edə bilirlər rahat şəkildə. Juventus özü bu oyun ərzində 2-3 qol aralığı belə bir seçimə gedirəm. Əgər Juventus'un özünün 2 qoluna açıqdırsa, seçim olaraq dəyərləndirə bilərsə, yox, açıq deyilsə, bu oyunu məhz Juventus'un özünün, yəni qonaq komanda 2-3 qol aralı seçimi dəyərləndirə bilərsiniz oynamaq istəyənlər üçün. Belə gözəl insanlar, mənim sizə Klublararası Dünya Çempionatının ilk turu ilə bağlı şərh eləyə biləcəyim oyunlar bunlar idi. İlk turun maksimum maraqlı qarşılaşmalarını və önəmli qarşılaşmalarını sizə şərh eləməyə çalışdım. Əziyyətimizə xatir videonu bəyənib kanala abunə olmağı unutmayın. Dostlarınızla da bizi paylaşa bilərsiniz ki, onlar da fikirlərimizdən istifadə eləsinlər. Və xatırlatmaq istədiyim əsas məqamlardan biri, unutmayın ki, bunlar sadəcə bizim öz analizlərimizdir. Texnika analizlərdən söhbət gedir, düşüncələrimizdə adı üstündə bunlar bir təxmindir, gələcək deyə bir iddiamız yoxdur. Ola bilər ki, ümumiyyətlə qeyd etdiyimiz oyunlardan heç biri gəlməyə bilər. Ona görə də ən gözəl analiz sizin öz analizinizdir. Mütləq şəkildə öz analizinizdən istifadə etməyə çalışın. Sonunda isə həm Telegram, həm TikTok, həm də WhatsApp kanallarımızın linki aşağıdan qeyd olunub sizlər üçün. Sizləri aramızda görməkdən xoş olar bizlərə. Ürək istəyənlər yenidən qoşula bilərlər bizlərə, həm Telegramımıza, həm WhatsAppımıza, dediyim kimi, həm də TikTok kanallarımıza qoşula bilərlər. TikTokdan mütəmadi canlı yayımlarda sizləri salamlayırıq. Telegramda isə kuponları və xüsusi canlı oyunlarla bağlı fikirlərimiz olanda sizlərə paylaşırıq. Təbii ki, sizləri aramızda görməkdən xoş olar bizlərə. Belə, gözəl insanlar, hələlik ki bizdən bu qədər. Növbəti videolarda və növbəti analizlərdə görüşmək ümidi ilə özünüzdən müğayət olun. Gələn görüşlərə dək.